Hər hansısa bir əmlakı kirayə vermək məqsədində alıramsa, leverage-dən istifadə etməliyəm. Leverage gəlirin artmasına kömək edə bilər, amma riskləri var. Trump 1976-80-ci illərdə Nyu-Yorkda əmlak bazarına girmək istəyəndə, o dövlətdən və banklardan güzəştli kreditlər aldı, kiçik sərmayə ilə böyük bir əmlak imperatorluğu yaratdı. Leverage-də ən əsas fikir verməli olduğu məqam faizlərdir. Ancaq faizlər yüksəlsə, cash flow, yəni kirayə gəlirindən çıxılmış xərclərdən sonra qalan gəlir mənfi ola bilər. Bəs bu halda riskləri necə ölçək və necə idarə edək? Onu izah elə zəhmət olmasa. Əsasən lokasiya riski, hüquqi risklər, likvidlik riskləri, bazar riski, tələbin azalması ola bilər, dollar qalxa bilər və ya sair. Və kredit riskləri olur. Deyək ki, kreditdən almısan və faizlər qalxır. İdarəetmədə isə düzgün sənəd yoxlanması, kiraişinin əvvəl harda qalıb, necə yaşayıb, evi dağıdıb töküb yoxsa onların yoxlanması və ev sahibinin, əmlak sahibinin rezerv fondu olmalı. 3-6 aylıq xərclər. Deyək ki, bu evi əmlakı kirayə verməsə belə əlində bir müəyyən məbləğ olsun ki, onu ayaqda saxlaya bilsin, ev tökülüb dağılmasın. Və müxtəlifləşdirmə, sırf bir tərəfdən, bir yandan 10 dənə mənzil yox, 10 dənə obyekt yox, müxtəlif yerlərdə müxtəlif növ əmlaklar almaq.